Bu gərginliyin daha da artması, intensivləşməsi baxımından elə hal-hazırda kadrlarda gördüyümüz Ermənistan Xarici İşlər Naziri Mirzoyanın hazırki çıxışı da rol oynamış olacaq deyə düşünürəm. Siz necə düşünürsünüz? Çünki o ifadə edir ki, həmin çıxışında Azərbaycanın konstitusiyanın dəyişilməsi ilə bağlı şərtini biz qəbul etmirik. Mən hesab edirəm ki, Ararat Mirzoyanın bu çıxışı heç də o demək deyil ki, Ermənistan konstitusiyanı dəyişməyəcək. O özü də etiraf edir ki, biz konstitusiyanı dəyişəcəyik. Onun bu sözləri daha çox daxili ictimai rəyə hesablanır. Çünki bilirsiniz ki, konstitusiyanın dəyişilməsi məsələsi və orada Azərbaycana qarşı ərazi iddialarının çıxarılması seçki qabağı kampaniyada müxalifətin Paşinyana qarşı istifadə edəcəyi əsas silah, əsas demək, hüquqi siyasi silah və əsas demək, ittihamlardan biri olacaq. Ona görə də indidən cəmiyyəti sakit saxlamaq üçün narazı elektoratı deməli, nəzarətdə saxlamaq, onların deməli, seçkilərdə mühafizəkar erməni cəmiyyətinin dəstəyini qazanmaq üçün çalışırlar ki, belə ifadələr işlətsinlər. Amma Ermənistan rəhbərliyi onu da anlayır ki, konstitusiyanı dəyişmədən sülh sazişi mümkün deyil. Məsələn, Ermənistan konstitusiyasının 168-ci maddəsinin 3-cü bəndinə görə seçkilər, deməli, üzr istəyirəm, deməli, sülh sazişi imzalandıqdan sonra onun konstitusiyaya uyğunluğu, konstitusiya və qanunvericiliyə uyğunluğunu yoxlamaq üçün bu konstitusiya məhkəməsinə göndərilir. Ratifikasiya olunmazdan əvvəl onun konstitusiya və qanunvericiliyə uyğunluğunu yoxlamaq üçün bu göndərilir konstitusiya məhkəməsinə. Və konstitusiya məhkəməsi də baxıb görəcək ki, deməli, bu əgər Ermənistan konstitusiyanı dəyişməsə, görəcək ki, yəni bu sazişlə uyğun gəlmir. Bəli, uyğun gəlmir. Ona görə də təbii ki, müsbət rəy verməyəcək və eyni zamanda da Ermənistan konstitusiyasının 116-cı maddəsinin 3-cü bəndinə görə Ermənistan parlamentinin bu halda onu ratifikasiya etmək hüququ yoxdur. Bu baxımdan Ermənistan hakimiyyəti məcburdur. Məcburdur ki, konstitusiyanı dəyişsin. Həm də burada yalnız Azərbaycan məsələsini yox, biz Türkiyə faktorunda nəzərə almalıyıq. Çünki Ermənistan bu saat bilirsiniz ki, Türkiyə ilə intensiv danışıqlar aparır, Türkiyə ilə münasibətləri yaxınlaşdırmağa çalışır və anlayır ki, konstitusiyanı dəyişmək həm də Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün lazımdır. Türkiyə ilə münasibətlər, Türkiyə qarşı ərazi iddialarını aradan qaldırmaq üçün Ermənistan konstitusiyasının preambula hissəsini deməli, preambula hissəsini çıxarılmalıdır, ona hüquqi cəhətdən xitam verilməlidir. Bax, bu kimi məsələlər var. Ona görə də konstitusiyaya dəyişiklik çox vacibdir.